88 yaşlıq Abdulahad Maqsumacim Xitay təcavüzçüləri tərəfindən şəhid qılındı. Uyğur Nidası Tor radiosu xəbəri. Uyğur xalqının mötəbər alimlərdən Abdulahad Barat Maqsum 88 yaşında Xotan şəhərində Xitay təcavüzçüləri tərəfindən şəhid qılındı. Alimning 2017 yılı 11 noyabr şəhid qılınğanlığı uçuru 2018 27 may günü mühacirətə tuqqanlarga yetib gəldi. Mərhum alimga Allah'tan rəhmət diləyimiz. Mərhumның ailəsiga və məzlum Şərq Türkistan xalqiga Allah'tan səbir və yardım diləyimiz. Abdulahad Barat Maqsum kim? Ömrünü İslamni ügütüş və ügütüşkə bağışlayan Abdulahad Barat Maqsumның hayatı Xitay təcavüzçülərinin qiyin qıstaqlarında ötken. Mərhum alim 1930 yılı Qarqaşda dünyaya gəlген. O Şərq Türkistan İnqilab rəhbərlərindən Şərq Türkistan tarixi namlıq zor həcmlik əsərinin müəllifi, alim və mücahid Muhammed Əmin Buğranın ciyəni idi. Mərhum alim 1950 ildən 1958 yılgacha Qashqar mədrəsədə oxuydu və oxuşunu tamamlagandan keyin Xotan şəhərinə qayıtıb mədrəsədə o'qitish bilan shug'ullanishga boshlaydi. Xotanga qaytib kelib 6 oy o'tganda kommunist Xitoy tajovuzchilari tarafidan qo'lga olindi va olimga 15 yillik emgak bilan o'zgartish jazosi berildi. Uning gunohi xalqning qalbini yo'rituvchi bir olim bo'lganligi edi. Maqsum 1974 yili jazo muddati tushib qo'yib berildi. Shundan boshlab izchil diniy o'qitish hayotini davom qiladi. Albatta uning xizmati yer asti maktablarida qiyin sharoitlar ostida elib beriladi. U 1979 yili Sharq Turkistondagi minglarcha olim o'lmalar qatorida qo'lga olindi va 1 yildan keyin qo'yib berildi. 2001 yili o'g'li Abdurafif Abdulahad Barat bilan birga 3-chi qitim qo'lga olindi va 2 oydan keyin qo'yib berildi. Lekin olimning ommaviy so'rinlarda so'zlash va tabliğ qilish cheklandi. Olim uyda nazarband ostida yashaydi. Gerçi Xitay təcavüzçüləri uni imamlıq vəzifəsini elib etgan bolsa-mı, lekin olimning xalq qalbidagi o'rni və söygüsünü elib etəlməydi. Xitay təcavüzçüləri 2004 yili 1 ayının 2 günü Xotan şəhərində keng ko'lamlik aqturish harakati elib bardı. 74 yaşlıq Abdulahad Barat Maqsumni 4-chi qitim qo'lga oldi. Zalimlar bu qitim olimni 7 o'quvchiga maxfiy dars o'tganligi uchun 5 yillik qamoq jazosiga hukm qildi. O qo'yib berilgandan keyin 11 yilni uyda o'tkazdi. Abdulahad Barat Maqsum 2017 yili 11 ayning boshlarida uydan tutqun qilib ketdi. Bu vaqtda uning uydagilarning hammasi tutib ketilgan edi. Uning salomatlik ahvoli yaxshi emas bo'lib, shundan boshlab qayerda tutib turayotganligi haqida ma'lumotga erishgili bo'lmaydi. Uning nurg'un asarlarini yozgan va tarjima xizmati bilan shug'ullangan. Xitoy tajovuzchilarining Sharq Turkistonda xalqimizni yo'q qilish harakatining tezlashiga ergashib, olim o'lmalarimizdan Muhammad Salih Damallam, Abdulahad Barat Maqsum, Xalmurat G'upur qatorliq olim ziyonlarimizni yo'q qilmoqda. Alloh bu olimlarimizning shehidlik maqomini ustun qilsin. Oil tavobatlarga sabr bersin.